Lənət Abdurrahman İbn Mülcəmə. Lənət Abdurrahman İbn Mülcəmə. Onun zərbəsi ilə ədalət öldü. Əli ölmədi ki, əli yaşayır. Amma bu dünyada səadət öldü. Pak olan məkanda, yəni məsciddə, Ramazan ayında, cümə günündə, Qədir gecəsində, sübh namazında, səzdədən qalxanda, mehrab önündə əli ölmədi ki, əli yaşayır. Bu qədər saydığım fəzilət öldü. Əlidən nə yazsam yenə də azdır. Əli bəşər deyil, fövqəl bəşərdir. Qoşunu lərzəyə gətirən kəslər o vuran zərbəyə atdan düşərdi. Əli ölmədi ki, əli yaşayır. Qəhrəmanlıq öldü, şücaət öldü. Nə əvvəl, nə sonra əlidən başqa Kəbədə dünyaya kimsə gəlmədi. 1000 dəfə ölümlə üz-üzə qaldı. Peyğəmbər yerinə yatdı, ölmədi. Əli ölmədi ki, əli yaşayır. Etibar, ləyaqət, sədaqət öldü. Peyğəmbər evində gəlin olanda Allahın evində bəy olmalıdır. Nə qədər şərəfli olmalıdır ki, bir insan Kəbədə doğulmalıdır. Əli ölmədi ki, əli yaşayır. Şərəfsiz zərbədən şərafət öldü. Əli nə deməkdir? Uca deməkdir. Ali bir məqamda insan deməkdir. Heydər nə deməkdir bilmək istəsən, aslanlar çəkinən aslan deməkdir. Əli ölmədi ki, əli yaşayır. İgidlik, ərənlik, cəsarət öldü. Mən susa bilmirəm bu haqsızlığa. Əqidəm, məsləkim məni söylədir. Mübarək dodaqdan çıxıb bu sözlər. Əli haqq ilədir, haqq əli ilədir. Əli ölmədi ki, əli yaşayır. İslamı yaşadan həqiqət öldü. Danışan dilidir peyğəmbərlərin, onun duasıdır cəlcəlutiyə. Əl açan kimsəyə Allaha xatir çıxardıb üzüyün verib hədiyə. Əli ölmədi ki, əli yaşayır. İnsanlıq məhv oldu, səxavət öldü. Namazda sədəqə verən kimsələr aşikar ayə var, o kəsdir vəli. Kafirlər nizəyə Quran taxanda mənəm əsl Quran söylədi Əli.